Salam aleykum hörmətli izləyicilər və təsərrüfat sahibləri. Bu günləri quzu kökəltmə haqqında biznes plan 2026-cı ilin hesabını aparacaq sizinlə və mən sizin üçün bugünkü Azərbaycan bazarını, yem dükanları və heyvan bazarlarını araşdıraraq gəlin bugün bahalaşmış şərtlərlə hesablayaq. İndiki qiymətlərlə 3 aya quzu kökəltməkdən təmiz pul qazanmaq olar yoxsa yox? Necə xərc çıxır, neçə xərc çıxır, o barədə danışacağıq. Artıq bazar, belə deyək də, məsələn, Bərdə, Şəmkir, Ağdaş bazarında süddən kəsilmiş 4-5 aylıq, təxminən 22-25 kilo canlı çəkisi olan normal erkək quzunun qiyməti orta hesabla 240-270 manat arasında dəyişilir. Gəlin də hesablamaq üçün 30 baş quzunu hesablayaq, götürək. Orta hesabla bir quzunun 250 manatdan hesablasaq, ilkin heyvan alışı üçün bizə 7500 manat sərmayə lazım olacaq. İndi isə keçək yemin qiymətinə. Hazırda mövsümdən asılı olaraq yaxşı yonca presin qiyməti 3 manat 70, 4-70 arasında dəyişilir. Yəni, arpa yarması, kəpək və qarğıdalı əsası qüvvəli yemin 1 kilosu isə təxminən 50-60 qəpiyə başa gəlir. 90 günlük intensiv bəsləmə dövründə bir quzu ortalama 80 kilo qüvvəli yem, təxminən 45 və 40 azınlıq ot, yonca və saman qarışığı yer. Parazit dərmanları və baytar xidməti də gəlsək, bugün Azərbaycanda bir quzunun 3 aylıq bəsləmə xərci 90 manata gəlir çıxır. Yəni 30 baş quzu üçün 3 aylıq ümumi yem xərcimiz 2700 manat edəcək. 5-10 manat oynaya bilər, fərq yəni elə də böyük olmaya bilər. İndi yaxşı, bəs bu qədər məsəl xərcdən sonra satış necə olur? Qiymətlərlə bərabər ətin də qiyməti qalxıb, düzdür. 3 ayın sonunda 25 kiloluq quzular 46-48 kilo canlı çəkiyə çatır. Bu təxminən 22-23 kilo təmiz ət deməkdir. Hazırda qəssablar qapıdan quzu ətini topdan satışı alma qiyməti 14.50-15.50 qəpik civarındadır. Bir quzunun ətini orta hesabla 15 manatdan hesablasaq, bir heyvandan 340 manat gəlir əldə edə bilərik. Üstəlik quyruq yağı və dərisini də satsaq, yəni təxmini də bunlar hamısının üstünə gəlsək 360 manat gəlir çıxır. 30 baş quzunun satışından ümumi dövriyyəmiz 10.800 manat elədi. Gəlin indi təmiz mənfəəti hesablayaq. Quzuların alış qiyməti 7500 azın, aylıq yemdir və dərman xərcləri 2700 azın. Cəmi xərcimiz 10200 azın. Təmiz mənfəət 10.800-dən 10.200 çıxanda 600 azın pul edir. Gördüyünüz kimi dostlar, əgər yemi tam hazır pulla alsanız və cəmi 30 baş saxlasanız, indiki qiymətlərlə 3 aya cəmi 600 manat, yəni ayda cəmi 200 manat qazanc qalır. Bu qiymətlərlə 30 baş quzunu saxlamaq sərf edir, eləmir, artıq bunu sözünüz qərar verməz. Yaxşı, bəs onda necə edək ki, ayda 1000 manata qazanaq? Çıxış yolu ki, mən məsələn, siz gələk artıq 100 və 120 dənə qoyun quzu kökəldib saxlayasınız ki, siz ayda 1000 və 1200 azın qazanc əldə edəsiniz. Məsələn, öz yeminizi istehsal etsəz, əgər pay torpağınız varsa, yoncanı və arpanı, yem xərcləri və 30 başdan təmiz 2 manata çıxa bilərsiniz. Sayı artırmaq, yemi pulla belə yəni 80-100 başla idarə olunmalıdır ki, məsələn, topdan yem alanda endirim edilsin, işçi qüvvəsi özünü doğrulsun. Qiymətlər baha olsa da işini düzgün məsəl üçün quran qazanır. Həmişə biznes plan yəni önəmlidir. İndi siz də şərhlərdə yaza bilərsiniz. Sizin rayonda məsələn hazırda quzunun və yoncanın qiyməti neçədir və təcrübəniz hazırda quzu kökəltmə ilə məşğul olanlar varsa, buyurun siz də şərh yaza bilərsiniz. Bir də ki, məsələn, siz belə deyim də sizə 30 baş quzu üçün gedib dükandan tək-tək kisə ilə arpa yonca alanda baha olur. Amma 100 baş quzu saxlayanda yemi tonla, yonca isə birbaşa sahədən tırla topdan sifariş edirsiniz. Bu zaman hər yem kisəsində və presdə minimum 58 qəpik qənaət olunur. Bu da 3 ay xərcləri kəskin azaldır və gəliri artırır. İkincisi, işçi qüvvəsinin effektivliyi 30 baş quzuya da eyni tövlədə gündə 2 saat vaxt xərcləyirsiniz. 100 baş quzuyla da 30 baş saxlayanda da hər quzuya düşən əmək vaxtınız başa gəlir. Amma say 100 olanda işiniz daha qazancılı olur. Bildiniz də yəni. Çünki eyni əməklə 3-4 dəfə çox məhsul istehsal edirsiniz. Üçüncüsü, qəssablarla birbaşa sövdələşmə, məsəl üçün eyni çəkidə və eyni keyfiyyətdə 100 baş hazır quzu olanda
yəni rayon qəssabları da və yaxud Bakıdan gələn toplam alıcılar da məsəl üçün qapınıza özləri gəlir. Yəni 5 manat, 10 manat orada sizdən aşağı yuxarı özünüz danışıqdan asılıdır. Yəni belə deyim, çox heyvan satdığınız üçün məsələn ətin kiloqramı bazarda 50 qəpik daha baha sata bilirsiniz. Aydın oldu? Çünki alıcı üçün eyni yerdən bir dəfə 100 heyvan aparmaq daha sərfəlidir. Yəni yəqin ki mən sizə izah eləyə bildim. Yəni 30 quzunun qazancını hesabladım və 100 quzunun, yəni bugünkü gündə əgər siz aylıq 1000-1200 AZN çıxmaq istəyirsə, siz ən azı məsələn belə deyim də, yəni 100-120 quzu saxlamalısınız ki, bu sizə sərf eləsin. Belə bir hesablama apardım. Siz də buyura bilərsiniz. Öz təcrübənizlə bölüşə bilərsiniz.